Bu gün qozun bədənimizdə yaratdığı möhtəşəm və çoxşaxəli dəyişikliklərə 3D tibbi animasiya ilə daha yaxından baxırıq. Ağızdan daxil olan qoz mədəyə düşür və burada fermentlərin təsiri ilə yavaş-yavaş parçalanmağa başlayır. Bu proses zamanı sağlam yağlar, proteinlər və vacib vitaminlər ayrılaraq bədən üçün ən uyğun formaya gətirilir. Daha sonra bu qidalandırıcı maddələr nazik bağırsağa keçir və mikro səviyyədə sorularaq qan dövranına daxil olur. Qanda hərəkət edən bu qida hissəcikləri bütün orqanlara yayılaraq bədənə enerji, güc və ümumi balans əlavə edir. Qozun ilk böyük faydası beyin üçündür. Omega-3 yağ turşuları sinir hüceyrələrini gücləndirir, yaddaşı və fokuslanmanı artırır. İkinci fayda ürək sağlamlığıdır. Qoz damarları rahatladır və qan axınının daha səlis olmasına kömək edir. Üçüncü olaraq qoz əzələləri qidalandırır və bədəni daha davamlı edir. Dördüncü fayda bağırsaqlar üçündür. Mikrofloranı gücləndirərək həzmi yaxşılaşdırır. Beşinci olaraq güclü antioksidantlar hüceyrələri qoruyur. Altıncı və son fayda isə təbii enerji artımıdır. Qoz bədəni aktiv və canlı saxlayır.